Gözlerim yollarda, ömrüm qatarlarda. Ne yad ne bir doğma, ne imdad ne de korkma. Geçse de çok zaman, vicdan deyir aman. Bu dertle yaşama, elbet kaydış kısas alma. Məqsəd hayatım bir zindan, hayatım zindan, zindanda hayat. Gözlerimde duman, geldim döndüm kaydış. Yuxularım qapqara, qürbət geceler, zülmət geceler. Ürəyimdə yara, sensiz geceler, sessiz geceler. Dəli olmuşsan. Ürəyim qopdu. Hə, dəliyəm. Bəs sən kimlə gizlənirsən? Birdən kimsə görər. Nə deyirəm sonra? Mən də dedim, nə olub, ay qız. Mənim yanımda sənə heç kim heç nə deyə bilməz. Ölmüşəm bir an. Sən nə var ki, demək asandır. Vay mənim halıma. Eybi yox. Qoy gedim işlərimi aşırım. Qaydan kimi evlənirik. Toyumuz olacaq. Nə vaxt qayıdırsan? Bax, onu bilmirəm. Hələ ki bilmirəm. Bunun üzündən bax, elə bil turşu yiyib. Ay qız, geç tez qayıdıram da. Qaydan kimi də evlənirik. Neyse, mən gedim. Nə olub gedərsən də? Deyirəm, bəlkə bizə gedək. Dəlisən, sizdə nə işin var? Bax, səfərə gedirəm. Darıxacaqsan. Nə olub? Sən elədiyin nədir? Belə sevirsən məni? Budur sevgin. Belə hörmət qoyursan? Sənə deyirəm ki, gedirəm pul qazanmağa. Qaydan kimi də evlənirik. Başa düşmürsən? Neysə. Mən nə dərddə? Sən də ki... Bağışda. Çox incitdi. İncitmə deyə ləzzət elədi, Şükriyə, ləzzət elədi. Bilirsən niyə? Çünki sevdiyini toydan əvvəl yaxına buraxmadınsa, deməli sənə etibar eləmək olar. Deməli mən rahat gedə bilərəm. Rəşadın sevgilisi məhz belə olmalıdır. Hesab elə ki, imtihanı verdin.
Neyse, mən gedim. Səhər tezdən çıxmışam. İcazə ver, heç olmasa yola salım. Yox, özüm getsəm yaxşıdır. Çatanda xəbər eləyərsən. Narahat olma mənim üçün. Sən çatanda mənə zəng elə mütləq. Zəng elə ya. Ben başıma haranım daşım töküm. Bir manat dörü, 2 manat dörü. Ben bu kadar pullardan tapacağım ha. Abi, benden kaçır. Sana dememişim pul getir. Dememişim pul çatır. Ha? Vallahi tanrım. Tapa bilmirəm. İtirmişsen tapa bilmirsen ha. Dur. İtirmişsen tapa bilmirsen ha. Peki pul paylaşsa da. Ha? Kulak az benim. Atamın yol hakkı. Bana biraz vakit ver. Tapacağım Allah'ım, tapacağım. Dur ha, dur. Dur gör ha. Ha? Bana bak. Senin vaktin zaman yok. Özünü satırsan, evini satırsan. Ne inirsen hele? Bugün pul çatmalıdır. Yakşı. Başa düşün. İşte Ha? Ha? Молодец. Молодец. Kan içen. Mama, bu qız hardadır səhərdən veylənir? Yaxşı da qızım, ağzına gələn danışma. Nədir düz deyirəm də? Lənət sənə kor şeytan. Aytən, bəsdir. Bax, atan yanında da belə danışırsan, sonra yazıq qızın üstünə qışqırır. Mən səni başa düşə bilməm. Sənin qızın odu yoxsa mənəm. Aytən! Nə var düz deyirəm? Aytən! De, gəldi. Özünüz danışarsınız, mən girirəm öz otağıma. Kapı niye bağladın sen? Nə olub yenə? Beni canı azar olup çor olup. İt kimi o kadar hürdün işimin üstüne, iş de battı pul da. Yazıq canım, ömründə bir dəfə iş görmək istədin, onu da batırdın. Mən neyniyim, indi günahkar mənəm? İt nefsi var ya neslinde, it nefsini sende de. İndi belə deyərsən də. Ne hürürsen az orada. Sen ne yaz? Ne hürürsen az orada. Vallahi vurup sıfetini dağıtarım senin. Ne diyorsun ha sen? Oy, bilmiyor musun ha? Sen ne vaktan kişi olmuşsun ha? Abi, Anama el kaldırma. Bire kuturmuşsun ha sen? Bırak hayal mi? Bırak hayal mi? abi bəsdir. Sen nerede bilirsin az? Rəfiqəmə kitab verməyə getmişdim. Tez ol cehennem ol içeri. Bir de benden icazetsiz bir yana gitme. Xalama demişdim. Uçağa koydurmağına bak evin. Cehennem ol içeri. Gəl qızım, gəl. Her öz başına ağı olup bu evde. Karabanın yiyesi yoktu da. Yoktu da, yoktu. Əminə fikir vermə qızım. Birinci dəfə deyil ki, xala. Öyrəncəliyəm. Yaxşı, gedək yeməyimizi yeyək, gəl. İştahım yoxdur. İstəmirəm. Alo, Şükriyə, salam, necəsən? Yaxşıyam, sən necəsən? Mənəm də, yaxşıyam. Nə oldu ay qız? Sən danışa bildin Rəşadla? Hə, görüşdüm. Deyir gələn kimi evlənirik. Evlənirsən? Hə də.
Qumru, səsin niyə kəsildi? Yox, səsim tutulmadı səsim, yaxşıyam. Deyirəm dayı, bundan sonra səni heç görmərik. Dəlisən? Əksinə, ondan sonra daha tez-tez görəcəm səni. Qumrudur. Xavər xaladır o. Salam de. Xala salam deyir. Məndən salam denən Xavər xalaya. Qumru da salam deyir. Sağ olsun. Yaxşı, sonra danışarıq. Sağ ol. Salam qızım. Atan evdədir? Əmmi deyirsiniz? Yəqin ki. Gözləyin çağırım. Əmi, qonağım var. Fuat. Hoş geldin. Kızım sen bize bir çay getir. Yaxşı. Salam Habil. Nədir gözləmirdin? Elə bildin zarafat edirdim sən. Fuat. Bugün valla neçə adam ağız açmışam. Heç kimdə pul yoxdur. Olan da vermir də. Sən öl deyirəm. Habil kimdir sənə pul verən? Ha? Kim sənə pul verəcək? Ata-ata gedirsən, heç kimə pulunu qaytarmırsan. Hı? Kim sənə pul verəcək məndən başqa? Bu evi sattığa koymuşam. Sen mənə biraz möhlət ver də. Vallahi qurban olarım, sən başa dönərəm. Qardaşın qızıdır? Hə, Allah xoşbaxt eləsin. sağ ol. Gözəl xanımdır. Ne demək istəyirsən ki? Başa düşmürsən. Bu vəziyyətdən bir çıxış yolu var Habil. Nədir ki çıxış yolu? Bu pulu mən sənə bir şərtlə bağışlaya bilərəm. Nə şərtlə? Qızı verirsən mənə, mən də pul söhbətini yaddan çıxardıram. Fuat. Belə eləmə də. Niyə? Məndən artığını verəsən, hə? Hə, Habil? Kimi tapır, kimə gedəcək, hə? Bədbaxt eləyəsin onsuz da. Danışdıq Habil. Allah xeyir versin. Danışdıq ha Habil. Danışdıq. Denən hə. Bu yaxınlarda görüşəcəyik inşallah. Sağ ol xanım. Ne oldu babalar? Bu ne səs-küydü?
Əmi, bu adam nə deyir? Keç içəri, sonra danışarıq. Əmi, bu adam nə deyir? Keç içəri. Əmi, qurban olum, cavab ver. Bu adam nə deyir? Hadi bunu apar içəri. Nə olub burada? Kimsə izah eləyəcəyi nə baş verir? Sen onun dediğine razısan. Əmi, böyüyümsən. İndiyənə qədər nə demişəm, baş üstə demişəm. Ama qurban olum, bunu eləmə. Hakkım var. Ne deyirsən, baş üstə. Ama ne olar, məndən bir eşya kimi istifadə eləmə. Əmi, yalvarıram, eləmə. Mən qardaşın əmanətiyəm sənə. Adam olsaydı. Mən başa düşməm, nə olub burada? Niyə belə eləyirsən axı, dedə? Sakit ol qızım. Heç bilmirəm necə deyim. Keçən il istədim bir iş quram. Sizin gələcəyiniz üçün nəsə bir iş görmək istədim. Alınmadı. Pulum da batdı. İndi faizi gəlir üstünə. Evi də satdığa qoydum. Alınmadı. O pul veren gəlib deyir ki, ya pulumu verirsən, ya da o kızı. Burada nə var ki? Mən səni çox yaxşı başa düşürəm ay baba. Bir gün içində göncə qocalmısan dərddən, fikirdən. Sən nə utanmaz adamsan az. Nə abırsız adamsan az. Hələ sən borcumun qarşılığında qızı istəsəydilər, verərdin. Hə? Verərdin? Elə itilirsən gözümün qabağından bir də səni gözüm görməsin. Qalxın oğulları camaatın. Atalarının arkasında dağ kimi dayanıblar. Tanıram ha, tanıram sənin yerimə, tanıram. Bəsdir, dala, bəsdir. Eləmə! Sən nə vicdansız adamsan ha? Bəsdir, balam, sən eləmə. Sən onlara fikir verməyib, üzünü göstərir də. Mən ikisini də yola götürəcəm, narahat olma. Amerikalı qurban olun, ne olur bir şey elə. Denən ki sevdiği var, denən ki bir aya gəlib aparacaq məni. Daha sizə yük olmayacağım, valla. Yaxşı balam, sən sakitləş, yaxşı. Mən danışaram, yaxşı. Bir də o sözü səndən eşitməyim, yaxşı? Yaxşı. Başa düşmədim. Əlbəttə ki, yükdür. Atamın indiyənə qədər elədikləri yaxşılıqların əvəzidir də. Getməlisən də ərə. Gör atam nə günə qalıb. Bir ilin içində kişi yumağa dönüb. Hamısı da kimə görə? Sənə görə. Deyə bayaqları atamla qardaşı bir-birinə girmişdi. Belə yaxşılıq mələksən özün get də. Mən Rəşad gələn kimi onsuz da gedəcəm. Məni istəsəydilər, mən gedərdim. Hələ ki səni istəyiblər. Sən də getməlisən. Ayten çıx otaqdan. İndi bütün hirsimi səndən çıxacağım. Çıx otaqdan.
Az yetimçən. Kimin evindən kimi qovursan, hə? Xoşun gəlmir özün İşte də danışıqma fikir ver. düz deyirəm də. Habil, bu nə məsələdir? Nə istəyirsən bu yetimdən? Qardaşının əmanətidir. Sən necə əmisən? Elə bilsə mən üçün asandır. Mən istəyirdim bunu. Neynim? Mənim başqa çıxış yolum yoxdur. Səni satım, özümü satım. Ay Allah, mən haranın külü töküm başıma. Mənim rəm partiya səni içməyəcəkdir. Heç düz eləmirsən Habil. Xavər, dur, get. Əsəblərimlə oynama. Şükriyənin nə günahı var? Sənin elədiklərinə görə niyə o qız əziyyət çəkməlidir? Habil, deyir ki, istədiyi var. Bir aya gəlib aparacaq. Bəsdir də! Beynimi xarab eləmə də. Ağıl verən asidi bir də bu tərəfdən çıxdı. Bir onu sevdiyi də özü də. Başa düşdün? Qələt eləyir. Mübariz. Bir dəfəlik qaydımsan, yoxsa yenə gedəsən? 2-3 aydan sonra bir dəfə də gedəcəm. Sonra İstanbuldan qurtarırıq. Alo. Qaqaş salam. Hardasan? Yaxşı, orada ol gəlirəm. Ala uzatma da, gəlirəm. Ala hə də, hə, var pulum. Ala narahat olma da, var deyirəm. Yaxşı, gəlirəm. Davay. Hara belə saat tezdən? İşə gedim də, çoxdan getmirəm. Alo, Aycan Şükriyə. Nə olub ay qız, niyə ağlayırsan? Bir deyən görək. Yaxşı, sakit ol, sakit ol. Gəlirəm, yaxşı gəlirəm. Gəlirəm. Sən hara qızım? Ha Şükriyədir ata. Yazıq ağlayırdı, deyir sən görmək istəyirəm. Qaqaş, yol üstü mən də ata bilərsən Şükriyənin yanına. Əlbəttə gəl. Ha yaxşı, onda çantanı götürüm gəlirəm. Şükriyə kimdir? Yaxşı, narahat olma sən, bir şey fikirləşərik. Mənə bax, Şükriyə. Sən polisə niyə şikayət eləmirsən ki? Şikayət elə də. Qumru, əmim deyil. Hə, o da var. Əslində mən Rəşad tapsam çıxış yolda taparam. Amma yoxdur. Yaxşı, narahat olmayı bir şey fikirləşəcəm mən. Şükriyə. Bir fikrim var. Nə fikri? Kaç evdən. Evdən qaç. Mən sənə kömək eləyəcəm. Yox, Qumru. Bacarmaram. Niyə bacarmırsan ki? Ha? Oturub həyatını məhv eləyəcəksən? Deməli belə. Evdən qaçırsan, gəlib qalırsan bizdə.
Qumru yox. Sizə də əziyyət vermək istəmirəm. Ay Allah, bu qız məni öldürəcək. Sən mənə nə əziyyət verə bilərsən ki? Əziyyəti yoxdur, Şükürə, eşidirsən? Ayda. Nə olub Kamran? Dəli şeytan deyə get, öldür də bunları. Ya nə olub? Nə olacaq? İstanbuldakı işi vurublar. Kim vurub? Kim olacaq? Rəşad. Allo, Necəsən? pisəm. Dünəndən sənə zəng eləyirəm, zəng çatmır. Zəng çatında da telefonu götürmədin. Ay qız. Moskvaya gəlmişəm də, bilmirsən? İşləyirəm, çalışıram. De görüm nə olub? Əmim məni başqasına verir. Nə danışsan? Dilin yoxdur. Deyə bilmirsən, istəmirəm. Bilmədiyin şeylər var. Necə yəni bilmədiyim şeylər var? Məzələnirsən mənlə? Məndən gizlətdiyin şeylər var? Yox, Rəşad, o nə sözdür? Əlbəttə yoxdur. Dinən istəmirəm və salam da niyə uzadırsan? Rəşad, xahiş eləyirəm. Sənə ehtiyacım var. Gəl. Axı niyə sən, bax, niyə məcbur ərə versinlər? Nə olub? Əmimin adama borcu var. Adam əvəzində məni istəyir. Nə? Sən nə danışırsan? Xahiş eləyirəm, gəl. Sənə ehtiyacım var. Alo. Alo, eşitmirəm. Rəşad. 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 Alo. Alo. Eşitmirəm. Alo. Eşidirsən məni? Rəşad. Yanda heç yeridir. Şükriyə. Şükriyə, qızım. Elə bilirsən, mən istəyirdim belə olsun. Borcu verməsəm. Ya da... Borcu verməsəm. Ya da o adamın dediğini eləməsəm, o məni öldürəcək qızım. Yalvarıram sənə. Qurban olum, nə olar? Şükriyə, məni xilas elə, nə olar? Məni başa düş. Qızım, elə bil ölmüşəm, məni yerdən götür. Ümid eləyirəm ki, illərdir sən elədiyim yaxşılıqların əvəzini mənə qaytararsan. Yoxsa Fuad haramın itidir ki, mən səni ona ərə verim. Amma neynim? Məcburam. Başa düşürsən, məcburam. Bu yaşımda ev əldən geçsə, biz küçələrdə qalacağıq.
küçələrdə. Ümid eləyirəm ki, axşama qədər sən mənə cavab verərsən. Danışdıq. Sağ ol. Atam. Səninlə bir məsələ haqqında danışmalıyıq. Nə məsələdir? Yaman ciddisən. Heç işin düşəndə belə özünü aparmırdın. Ata, sən mənim qrup yoldaşım, həm də rəfiqəm Şükriyanı tanıyırdın da, hə? Hə, nə olub ki? Bax, o qızı ailəsi istəmədiyi adama ərə verir. Özü zorla. Şükriyəndə məndən başqa kimi var ki? Ən yaxın mənəm də. Ata, bax, mən təklif eləyirəm ki, Şükriyə gəlsin, bizim evimizdə mənlə qalsın. Həm mən darıxmaram, həm bir yerdə olarıq, həm kömək eləyərəm ona. Elə ağıllı qızdır, elə təmizkar qızdır ki, Şükriyə ata. Başa düşürəm. Rəfiqən də kömək eləmək istəyirsən. Amma birinci, ailə işinə qarışma. İkinci də olmaz. Elə şeylər var ki, ailədə həll olunur. Kənardan müdaxilə eləmək olmaz. Axırı yaxşı qutarmır belə şeylərin. Ata, axı Şükriyə, məndən başqa heç kimi yoxdur. Nə olar, icazə ver də mən ona kömək eləyəyim. Qalsın da bizdə, yalvarıram sənə, nə olar ata? Olmaz qızım, olmaz. Üz vurma. Mən belə ciddi yükün altına girə bilmərəm. Ata, məndən başqa heç kimi yoxdur axı Şükriyənin. Var qızım, var. Ailəsi var. Hansı ailə ata? Hansı ailədən danışırsan? Deyirəm sənə ki, bu qızı özündən 20 yaş böyük istəmədiyi kişiyə, qoca kişiyə ərə verirlər. Bu ailə? Elə deyil. Hərənin bir taleyi var. Zamanla uyğunlaşacaqlar. Narahat olma. Bu söhbət bağlandı. Alo? Axşam xeyir Qumru. Narahat eləmirəm. Yox, o nə sözdür Şükriyə? Qumru, Rəşad telefona cavab vermək istəmir. Bilmirəm nə edeyim. Mesajda yazıb ki, vaxtım yoxdur.
Mən də danışdım evdə. Başa düşdüm. Oldu. Sağ ol. Bağışla da nə olar. Eybi yox, narahat olma. Sən əlindən gələn elədin. Mən çox istəyirdim, sənə kömək eləyim. Əlimdən nə gəldi elədim. Amma olmadı. Sənin heç bir günahın yoxdur. Oldu. Sağ ol. Yaxşı. Sağ ol. Sağ ol. Abi. Ben razıyım. Adıma diyersen. Necə? Ne dedin? Razısan? Halaldır sənə kızım. Allah seni xoşbəxt eləsin. Sağ ol. Eşitdin ne deyir? Beynimi xarab eləmişdin. Razıdır, razıdır. Gördün razıdır. Maşallah. Şükriyə, sən nə danışırsan? Necə razıyam? Eşitmədin, karsan, can yiyəsi deyir ki, razıyam da. O sənə məcbur edir, hə? Beni hiç kim mecbur eləmir. Sən necə insansan? Qızın həyatını məhv elədin. Allah səni bildiyi kimi eləsin. Gördün de razıdır. Mənim yataq otağındayım. Ulan o keçen keçir belki de indi daha kövrəlməyin yeri yok. Ulan o keçen keçir belki de indi daha kövrəlməyin yeri yok. Ömrüm boyu belə gəlir mənim ki, əvvəlinə biri vardı, biri yox. Əvvəlinə biri vardı,
Gəl. Qorxma, gəl. Su içim gəlirəm. Yaxşı. Ay qız, qaydanda oradan mənə viski gətir. Qorxma qızım. Ölməz. Yatacaq. Qorxma. Sən niyə qorxursan? Üzümü yuyum, gəlirəm. Yaxşı. Yaxşı. Ay Allah. Görəsən indi Şükriyə neyniyir? Ha. Şükriye. Şükriye. Ay kız. Şükriye. Yaxşı qızcığaz. Yaxşı. Elə bil çiynimdən dağ götürüldü. Qıza nə? Qız nədir? Şükriyə.
Axşamınız xeyir xanım. Qızım. Şükrüye senin yanında deyil. Qaçıb, Habil. Biz onu qaçıb. Artist eləmə. Deməli belə, sənə 2 gün vaxt verirəm. Qızı tapıb gətirirsən. Başa düşdün, Habil. Başa düşdün, Habil. Gecəniz xeyrə qalsın. Qaçıb. Hanım qorxmayın, bu məhəllədə vəziyyətə biz baxırıq. Ne olur kömək eləyin. Ne olub adə? Ne gözünüzü bərəldib baxırsınız? Cəhənnəm olun evinizə. Niyə istərsə Xanzadə? Qız sinyalınızı gəlib. Aydı. Tutaq ki, heç mənim yanıma gəlmir. Gərək elə qıza sataşasınız. Rədd olun evinizə. Sağ ol, bax işte xala bilmədik. Sağ olun, mən gedim. Dayan qızım, hara gedirsən? Mən heç özüm də bilmirəm. Hə qızım. İndi rahat uzana bilərsən. Hər şeyə görə sağ olun xala. Heç bilmirəm nə deyim. Nə deyəcəksən? Bugündən sən mənim himayəmdəsən. Yox, bugün qalım, sabahdan özümə ev axtararam. Gecə-gecə məni əsəbləşdirmə. Dedim ki, bərabər qalacaq və salam. Bir də mənim yanımda heç kim səni güldən ağır bir söz deyə bilməz. Gecən xeyrə qalsın. Xeyrə qarşı. Yat qızım. Üzümü siləm yatacağım. Xala. Hər şeyə görə sağ olun. Adım Xanzadədir. Salam Rəşad. Salam Şükriyə. Bu nə vaxtın zəngidir? Bağışda narahat eləyirəm. Əgər Bakıda çansa sabah görüşə bilərik. Hə, gəlmişəm Bakıda. Yaxşı. Amma mütləq görüşək. Səhər tezdən, 10-da 11-də. Dedim ki, yaxşı. Oldu. Gecən xeyrə. Necəsən? Hardaydın? Zənglərimə niyə cavab vermirdin? Toy günü zəng eləyirdim. Ona görə.
Ne günü? Senin toyun olub. Rəşad, mən sənə hər şey demişdim. Amma sən bu bir ay ərzində məni bir dəfə də olsun axtarmadın. Bilmirdin ki, hardayam. İş dalıcan getmişdim də, Şükriyə, bilmirdin sən. İşlərin məndən vacib idi. Yo, bir dəqiqə dayan. Evlisən sən? Hə. Amma qaçdım. Sən nə danışırsan? Qaçdım da mən o adamla eyni evdə yaşaya bilməzdim. Ağzın dediyin qulağın eşidir. Rəşad, daha bizə mane olan yoxdur. Həyatımızı yaşaya bilərik, evlənərik, lap istəsən buralardan da gedərik. Gedərik. Evlənmisən də dayı. Rəşad, evlənmişəm deyəndə ki, nə nikah olub, heç nə. Rəşad, vallahi adamın əli belə mənə dəyməyib. Şükriyə, sən nə danışırsan? Mən indi evdə gedim, nə deyim? Nə deyim, hə? Deyim ki, bu qız məni sevirdi. Bircə ay məni gözləmədi, ərə getdi. Amma ərinin əli buna dəyməyib. İndi isə qaçıb ər evindən gəlib üstümə ki, mən səni sevirəm. Sən nə danışırsan? Rəşad, mən sənə görə... Nə mənə görə, nə? Görürəm də, mənə görə elədiklərini görürəm. Bəs mən indi nə edeyim? Buna əvvəlcə fikirləşmək lazım idi, başa düşürsən? Şükriyə, indi yox. Gecdir. Rəşad, sən onda məndən kobud danışdın. Mən də bilmədim nə edeyim. Gəl belə eləyək. Sən qayıdırsan ər evinə. Biz də səninlə gizli-gizli görüşürük. Nə danışırsan sən? Özün danışdığını özün başa düşürsən? Sən rəsmən mənə əxlaqsızlıq təklif edirsən. Əxlaqsızlıq niyə? Bir. Ər evində yaşayırsan. İki. Biz də səninlə gizli-gizli görüşürük. Üç. İş işdən keçmiş olur. Hə, nədir? Elə demə, zalım yar. Qadan bəlan alınıyor. Sən ki belə deyildin. Səni bir ayıradan var.
Salam aleykum. Aleykümselam. Qumru yoxdur? Kitabxanada. Ha. Gəl otur. Səninlə söhbətim var. Əyləş. Xeyirdir. Xeyrə vəsilədir. Bilirəm niyə qaça-qaçla İstanbula qayıtdın. Kərəmi hələ cavanlıqdan tanıyıram. Elə ki bilirdi kimsə, hardansa, nəsə 3-5 mat qazanıb, tez gedib qamarlayırdı. Fikirləşirəm, elə adamla düşmən olmaqdansa qohum olmaq yaxşıdır. Təklifin nədir? Deyirəm onun qızını alasan. Zarafat edirsən ata. Niyə ki? İşini yoluna qoymaq üçün illərini vermirsən. Ata. Sən ki mənə hamıdan yaxşı tanırsan. İş yox boynumu dar ağacına salsalardı. Bu iş mümkün deyil. Başa düş oğlum. İşinin xatirinə donuza dayımdır deyirəm. Ata. İncimə. Mənlik deyil. Tərslikdə kopya özümə oxşuyur. Bir gül sen dermişem gençlik bağından, bir gülü çiçeği dermerem sensiz. Kamaldım ömrümün oğlan çağından, bir bağa bahçaya girmerem sensiz. Bir gül sen dermişem gençlik bağından, bir gülü çiçeği dermerem sensiz. Kamaldım ömrümün oğlan çağından, bir bağa bahçaya girmerem sensiz. Şükriye taleyim, şükür Hudaya, gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya, yaşayabilmerem bir kere sensiz. Şükriye taleyim, şükür Hudaya, gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya, yaşayabilmerem bir kere sensiz.